Salam, hər vaxtınız xeyir dəyərli izləyicilər. İndi izah edəcəyim test sualları 6 aprel 2025-ci il lisey və gimnaziya qəbul sınağı 5-in 7-ci siniflər üçün 21-dən 40-a qədər olan sualların izah alacaq. Növbəti izah belə deyim 40-dan 60-a qədər olacaqdır. Növbəti videoda paylaşılacaq. İlk onu deyim ki, bu video izahının da şərhlər bölməsində lisey və gimnaziya qəbul ediləcək sualların Respublika müsabiqəsində və ya lütfüzadə çözüləcək sualların olduğu, yəni o həmin sualların paylaşıldığı Telegram və WhatsApp kanalı qruplarımın linki paylaşılacaq. Ödənişsizdir həmin qruplar. Hər kəs şərhlər bölməsində linki tıklayaraq qoşula bilər həmin qrupa. Həmin qrupda linkini də digər şəxslərlə paylaşa bilərsiniz. Həmçinin YouTube'da abunə olun, bəyənin ki, paylaşılan video izahlar anında sizin qarşınıza çıxsın. Abunə olmadıqda, bəyənmədikdə belə deyim, qarşınıza çıxma ehtimalı aşağı düşür. Ancaq ən azından abunə olun ki, paylaşılan kimi qarşınıza çıxsın. Hətta orada zınqrov işarəsi var, ona da tıklasaz, onu aktiv saxlasaz, o zaman paylaşılan anda sizə mesaj gələcək, səssiz mesaj yəni ki, paylaşıldı. Bundan əvvəl burada yəni həmin qruplarda əvvəlcədən də şagirdlər də var idi. Bir neçə həftədir ki, paylaşımlar olmur. İnşallah irəli günlərdə suallar da paylaşılacaq. Suallar paylaşılmışdı 7-ci siniflər üçün, həmin sualların izahı paylaşılacaq. İndi keçək sualların izahına. Bu sualların 20-ci sualda Samir Riyaziyyatdan onlayn sınaqları iştirak etmişdir və onun topladığı ballar aşağıdakı cədvəldə verilmişdir. Bu imtahan balları ilə bağlı aşağıdakıların hansı səhvdir? A variantında deyil. Yəni burada sınaqlardır. Birinci sınaq, ikinci, üçüncü sınaq. Burada birinci sınağın balı, ikinci sınağın balı, üçüncü sınağın balı. Bunları görürük cədvəldə. A variantında deyil ki, ikinci imtahan balı birinci imtahan balına nəzərən 12-15% artmışdır. İndi ikinci imtahan 90'dır. Birinci imtahan 80. Həqiqətən artım baş verib. 90'dan 80 çıxırıq. Neçə edir? 10. 10% artım baş verib. Baxaq görək bu 10 neçə faiz deməkdir. Birinci imtahan balına nəzərən dediyi üçün bu artımı birinci imtahanın belə deyim sual sayı deməyim, birinci imtahanda topladığı bal üzərindən baxacaq. Bu 10 80 neçə faiz? Yəni ikinci imtahan üzərindən baxmayacaq. Birinci imtahan balına nəzərən dediyinə görə birinci imtahan balının üzərindən baxacaq görək. Bu 10 artım 80 neçə faizdir ki, artıb 80 üzərinə gəlmişik, 90 bal edib. Yəni onu böləcək 80-a, onun 80 neçə faiz olduğunu tapmaq üçün əvvəlcə 80'da 10 yazırıq. Çünki 10 80'ın 10 hissəsidir və faiz çəkmək üçün 100%'ə vururuq. Burada 100'də 80 ixtisar getsə, burada 5 qalır, burada 2. Onu 5'ə vursaq edir 50. Məxrəcdə 2 qalmışdı. 52 bölsə edəcək. Yox, 52 bölünür. Burada 2 yox. 4 qalmışdı. 100'dən 82 ixtisar. Ona 20 ixtisar getdiyindən 100'ü 20'yə böldük. 5 qaldı. 80 20 böldü 4 qaldı. Məxrəcdə 4 qaldı, 2 yox. 50'ni də 4'ə bölsə elə 12,5 edəcək. Həqiqətən 12,5% artım baş verib. Yəni bu doğrudur. Biz səhvi axtarırıq. Burada səhv sonucu bir A variantı doğrudur. Keçirik B variantına. İkinci imtahan balı, üçüncü imtahan balına nəzərən 6,25% daha azdır. Həqiqətən də ikinci imtahan 90'dır. Üçüncü imtahan isə 96'dır. Gördüğümüz kimi həqiqətən də ikinci imtahan 3'dən azdır. Nə qədər azdır? 6%. Yəni 96'dan 90 çıxdıq, 6'dir. İndi neçə faiz az olduğunu tapmaq üçün üçüncü imtahan balına nəzərən dediyi üçün 6'nı üçüncü imtahan balının neçə faiz olduğunu axtaracaq. Yəni 6 96'nın neçə faizdir? 96'da 6 hissəsi faiz çəkmək üçün 100%'ə vurduq. 96 ilə 6'nı bölsək, burada 1 qalır. 6'ya böləsi olsaq, burada 16 qalacaq. Yəni 16 100 alınır. 100'dən 16'nı 4'ə bölsək alınacaq. Məxrəcdə 4, sürətdə 25 qalır.
25'te 4'e bölerse olsaq, həqiqətən 6'dan 125 alınar. B variantı doğruymuş. D'yə baxaq gör, D'də nə deyir? D'də deyir, 3-cü imtahan balı 2-ci imtahan balına nəzərən 6,46% artmışdır. Həqiqətən də 2-ci imtahan balına nəzərən, yəni 96'dan 96 artım baş verib. İndi bu dəfə 6'nın 2-ci imtahan balına nəzərən dediyiniz üçün 2-ci bala böləcəyik 6'nı. Yəni 6 2-ci imtahan balının, yəni 90'ın neçə faiz olduğunu axtarırıq. 2-ci imtahan balına nəzərən dediyi üçün burada 90 ilə 6'ın ixtisar surətdə 1 qalır. Burada 15 qalır. 15 ilə 100'ü 5'e bölsək, burada 20 qalır. Məxəzdə 3. Yəni 3'də 20. 3'də 20'ni də böləsi olsaq 23'e də həqiqətən də 6'dan 4'ü 6 etdiyini taparıq. Yəni C də doğrudur. Avtomatik cavabımız D variantı olacaq. Səhv variantımız. Cavab D'dir, amma yenə də biz D'yə baxaq görək nə olur. 3-cü imtahan balı 1-ci imtahan balına nəzərən 25% artmışdır deyir. Baxaq görək 3'dən 1'dən 3'e qədər nə qədər artım baş verir? 16 vaid. Birinci nəzərən dediyinə üçün 16'nı birinci imtahanı topladığı balın neçə faiz olduğunu tapacaq. 80'ın yəni faizini tapmaq üçün 16 80'ın neçə faizdir tapmaq üçün 16'nı 80'ə 100'ə böldük. 100'ə vurduq. 80 ilə 100 ixtisar gedir 2'yə. 2 nə idi? 20'yə. Burada 5 qalır. Burada 4. 4 ilə 16 ixtisar etsək burada 4 qalır. Məxəzdə 1. 4 vurulsun 5. Edir 20%. Yəni normal 20% artım baş verib. Burada bizə 25% verib gördüyümüz kimi. Yəni səhv deyir. Cavab D variantı idi. Səhv dediyi üçün biz də səhv axtardıq. Sual da burada gördüyümüz kimi. Mesela keçirik 22-ci suala. Bərabər yanlı 3 bucağın oturacağı bitik. Bir dənə bərabər yanlı 3 bucaq çəkirik. Bunlar bərabər olsun. Oturacağı bitik bucağının təmirlərini. Oturacağı bitik bucaq buralardır. Burada təpə bucağı sayılır. İndi bir dəhəsini deyir. Oturacağı bitiklər bərabərdir onsuz da. Bərabər yanlı olduğu üçün oturacağı bitiklər bərabərdir. İndi oturacağı bitikdən deyir bucaqdan təmbirlən, yəni təmbirlən bucağı yarıya bölür. Deyir qarşıdakı tərəfə 90 dərəcəli bucaq əmələ gətirir. Bura təmbirləndirsə, buranı böldək. Bax, o zaman buralar bərabər olacaq. Yəni bura x, bura x verəcəm. Təm böldük. İndi deyir ki, qarşı tərəflə, yəni qarşı tərəf o təmirlərin bu tərəflə, qırmızıladığım tərəflə 99 dərəcəli bucaq əmələ gətirir. İndi 99 buradır, yoxsa buradır, bilmirik. Onu da haqqında məlumat verir. Deyir ki, bu bucağın oturacaq qarşısındakı durduğunu bilərək, yəni oturacaq da buradır. Ona görə demək ki, aşağı tərəf, yəni bu hissənin 99 dərəcə olduğunu bizə deyir. Oturacağı qarşısında durduğunu bilərək. Oturacaq qarşısında da həqiqətən də bu bucaq durur. Yəni yuxarıdakı bu hissə yox. Burada 99 tapdıq. Deyir ki, oturacağı biçik bucağı tapın. İndi oturacağı biçik bucaqlar bərabər idi. Biz burada təmbirlən x. Yəni ikisi bir də 2x-dir. Yəni oturacağı biçikin bütöv olaraq 2x-sə, demək bu hissə də 2x-dir. O zaman burada kırmızıya çəkin. Bax, bu üç bucaq üzərindən baxacaq məsələyə. Bu üç bucaqda bucaqlardan biri x-dir. Üstə gəl 2x. Üstə gəl 99. Bərabər nə olmalı? 180 dərəcə. Buradan da 3x bərabərdir. 180'dan 99 çıxsaq neçə edəcək? 180'dan 99 81 edəcək. X də bərabərdir 27. Bizə oturacaq biçik bucaq. Oturacaq biçik bucaqda 2x-dir gördüyümüz kimi. Burada ikisi bir 2x, burada 2x. Yəni 2 vur x axtaracağım. 2 vur x bərabərdir 2 vur 27.
O dedik 54 dərəcə. Yəni cavab A variantı. Keçirik növbəti sual 23-cü suala. A çıxılsın B kvadrat üstəgəl B plus 6 mörtəzə kvadrat bərabər 0 olarsa A plus B bərabər sual. Gördüyümüz kimi burada hər iki ifadəmizin qüvvəti nədir? Cütdür. Yəni biz bilirik ki, əksəriyyətlərin cəmi 0-dır. Məsəl üçün -1 üstəgəl 1 0 edə bilər və ya 0 üstəgəl 0 0 edər və ya 1 üstəgəl -1. Yəni -1 deyəcəm və -5 müsbət 5. Yəni əksəriyyətlərin cəmi 0-dır və ya 0 ilə 0-ın cəmi 0-dır. Burada da hər iki ifadəmizin qüvvəti cüt olduğu üçün mötərizənin içi mənfi də olsa, müsbət də olsa, 2 dərəcədən, yəni cüt dərəcədən qüvvəti yüksəkliyimizdə bu ifadə bütövlükdə həmişə müsbət olur. Bu da həmişə müsbət olur. Yəni əks ədədlər əmələ gəlmir ki, mən deyim ki, biri mənfidir, biri müsbət, eyni də olacaqlar, toplayacaq, olacaq 0. Yəni bu mümkün deyil, əks ədəd ola bilməz bu ədədlər, bu ifadələr. Yəni hər ikisi müsbətdir. Demək ki, hər iki ifadəmiz 0 olmalıdır ki, 0 ilə 0-ın cəmi 0 verəcək bizə. İlk önce bunu bilməliyik. O zaman biz bu ifadələri 0-a bərabər edək. A açıq B-nin mörtəzə kvadratı bərabər 0 olmalıdır. Bu ifadədə B plus 6-nın mörtəzə kvadratı 0 olmalıdır. Əvvəlcə bu göylə yazdığım hissədə B-ni tapa bilərik. Çünki məhsul bir dənədir, amma burada 2 məhsul var, A və B. Buradan B-ni tapıb işte bir yeni koyacağım burada. A-nı tapacağım. Şimdi tapaq. B plus 6'nın kvadratı 0 ise B plus 6 da 0'dır. O zaman B beraberdir. 6'nı mütəvə keçsəm olacaq -6. Deməli B -6'dır. Bunu tapdıq. İndi aparıb bu ifadədə B-nin qiymətini yerinə qoyacağım. Yəni yazacağım ki, A çıxılsın, B-nin qiyməti -6, yəni çıx -6'nın mörtəzə kvadratı 0'dır. Buradan da buranın açısı olsa mörtəzənin mənfi ilə mənfi qarşı-qarşı gəldiyində olur. A üstü gəl 6 kvadrat bərabər 0. Buradan da A plus 6 da bərabər 0. Yəni 0 ilə 0'ın hansı 0 edir də. Yəni burada A plus 6'nın kvadratı o. Demək ki, A plus 6 bura A plus 6'dır. Demək A plus 6 0 2 bir-birinə vuranda 0 kvadratda 0 edir. A da bərabərdir 6 ilə bütövə keçsin olacaq -6. Deməli A da -6'dır. Bizə deyək A plus B-ni tapın. Bu da -6 üstə gəl -6 olacaq. Çünki A da B də -6'dır. Cəmi eləyir -12. Yəni cavab D variantı. Keçirik növbəti sual 24-cü suala. 24-cü sualda ABCD paralelogramında AK və KD yəni bu hissələr verib bərabərdir. CKD yəni bu ştrixlənmiş hissənin sahəsini verib 18 yazacaq. ABC paralelogramın sahəsində neçə kvadrat santimetr olar? Yəni bütöv figürümüzün sahəsi neçə olar deyir. Bizdən burada gördüyümüz kimi bu düz xəttimizin bu hissədən yarıya bölündüyünü göstərir. Çünki 2 dənə xətt qoyub bura. O zaman biz buradan xəyali bir xətt çəkə bilərik belə. Xəyali xətt çəksək. O zaman bura ilə bura da eyni olar. Demək ki 2 dənə balaca paralelogramına gəldi. Burada o zaman burada 18 ise elə burada 18 olacaq. Eyni boydadır. 18 eğer 36. Deməli burada bütöv 36 oldu. O zaman buradan yarım bölündüyü üçün yəni bu hissə ilə bu hissə bərabər deməkdir sahə olaraq. O zaman bu hissə də 6'dır. O zaman bütöv olaraq 36 72.
Cavabımız yəni D variantı olacaq. 25-ci suala baxırıq. X bərabərli 19 tam 987, Y bərabərli 19 tam 9 87, Z bərabərli 19 tam 198 7 olduğunu bilərək X, Y ədədlərini artan sıra ilə yazın, müqayisə edin deyir. İndi biz burada bunu X'i belə yaza bilərik. 19 tam 987 987 yaza bilərik. Yəni, çünki bunlar təkrarlanır və yuxarıdan yazaq. X bərabərdir 9 19 tam. Olsa tam hissələr eynidir. 987 987 nöqtə Y bərabərdir 19,9 sonra 87 nəsə 8 yazaq. İçini yazmadım. Sonra Z-də baxırıq. 19 tam 9,8 7. Buradan gördüyümüz kimi bura qədər, yəni bu hissə qədər %1'lərə qədər eyni, yox, mində birlərə qədər eynidirlər. Amma 10 mində birlərdə gördüyümüz kimi fərq yaranıb. Ən böyük 9'dur X-də, deməli ən böyük X-dir. Sonra 8 7'dən böyük olduğu üçün burada deməli nə olacaq? Y növbətdə böyükdür. Sonra da ən kiçik X bizə deyil. Artan sıralı, yəni yox, X Z yazırıq. Artan sıra dediyi üçün Z ən az deyə Z yazıram. Y yazıram və X yazıram. Yəni cavabımız artan sıra bu. Z, Y, X. Cavab D variantı. 26-cı suala baxırıq. ABC natural ədədlərdir. 3A, 5 və 8C bir-birinə bərabərdir. Əbəb ABC, əkib ABC 363 olarsa B bərabərdir su A. İndi sadə qruplara ayıra bilərik. Biz burada hər biri bir-birinə bərabər, yəni 3A, 5B, 8C bir-birinə bərabərdir. Əkib ABC ilə əbəb ABC'nin cəminin 363 olduğunu göstərir. K ilə məsələni həll etməyə çalışaq. Burada vermiş şərtlə 3A, 5B və 8C-də mən deyə bilərəm ki, A bərabərdir. Bu B ilə C-nin qarşısındakı ədədlərin hasilinə, yəni 40K-ya. 40, yəni A 40 və ya 40-ın misilləridir. B isə A ilə C-nin qarşısındakı ədədlərin hasili qədər K-dır. Yəni A ilə C-nin qarşısındakı ədədlərin hasilinin K misli 24K. C isə özündən başqa yerdə qalan A ilə B-nin qarşısındakı, yəni bərabərlik verilib, nisbətlər bərabərliyi. Burada C isə 3 ilə 5-in hasilinin K misli, yəni 15K-dır. İndi biz əvvəl axtarası olsaq, hər birini sadə ruhlara ayıracaq. 40K-nı ayırsam sadə ruhlara 2 bölürəm. 20K qaldı, 2 bölürəm. 10K qaldı, 2 bölürəm. 5K 2 bölürəm, K qalır. K'ya bölürəm 1. Sonra 24K-nı axtarıram. 2 böldük 10'u 2K. 2 böldük 6K. 2 böldük 3K. 3'e böldük K. K'ya böldüm 1. Sonra burada 15K'nı sadıqlıqla ayıraq. 3'e böldüm 5K. 5'e böldüm K. K'ya böldüm 1. İndi buradan biz bilirik ki, əvvəlcə bunları belə göstərək. 40K nəyə bərabərdir? Qüvvə şəklini göstərək. 3 dənə ədəd olduğu üçün qüvvə şəklini göstərik. 40-a bərabərdir. Bura baxıram. 3 dənə 2 var. Yəni 2 üstü 3. Vurulsun
5'ten bir tane 5 üstü 1 yazıram. K'dan da bir tane K üstü 1. 24K bərabərli. Bura 2 üstü. Bura olsun 3 üstü 1. 3'ten bir tane de bura olsun. K da bir tane. Bunda da K üstü 1. 15K'ya baksaq. 15K'da 3 üstü 1. Gördüğümüz kimi bir tane de. Bura olsun 5 üstü 1. 5 de bir tane 5 üstü 1. Bura olsun K'da bir tane K üstü 1. Şimdi burada en büyük qüvvətlər seçəcəyik. Məsəl üçün əsasları, məsələn, eyni əsasların en büyük qüvvəti hansını seçəcəyik. Gördüyümüz kimi burada 2 üstü 3'lər elə 2 tane, ikisi 2 üstü 3 olduğu üçün əkobu tapmaq üçün en büyük qüvvətli yoxdur. Yəni bunların birini götürürük. İki əsaslılardan birini götürürük. Yəni 2 üstü 3 yazırıq. Vurulsun. Əkob bərabərdir. Yazaq. 2 üstü 3 vurulsun. 2 üstlər getdi. Geri qaldı. 3 üstü 1'lər. Hamısı 3 üstü 1'dir. 2 tane 3 üstü 1 var. Birini götürürük. Vurulsun. 5 üstü 1'lər qaldı. Bir tanesi götürürük. Yani böyük qüvvətli yoxdur ki, onu seçim. Yəni eyni qüvvətli olduğu üçün bir tanesini götürürük. Vurulsun. K üstü 1. Hər birisində K üstü 1 var. K üstü 1. Alınacaq. 120K alınacaq. Deməli, çox 120K'dır. Əbob da gördüyümüz kimi ancaq ortaq olan vuruq nədir? K üstü 1. Əbob da olacaq K. Çok 120K. Cəmi nə verir bizə? Burası silirəm. Silirəm deyəcəm. Bu hissəyi kəsin. Bunlar bizə lazım olmasıdır. Bunu qırağa qoyaq. K yerlə silək. Deməli, biz əbobu 120K tapdıq. Burada istifadə edəcəyimdir. Əkob 120K getib yenə qoyacam. Əbobu da K tapdıq. Toplayıp ne tapıb? 363. 121K bərabər 363. K da bərabər 363. 120'ye bölsək 3 edəcək. K 3'tür. Bizdən B'nin sonucu. B nə idi? 24K. Getirək bu tərəfə. Gördüyümüz kimi burada B nədir? 24K tapmışdıq. O da bərabərdir. K'nı 3 tapmışıq. Yeni koyduk. 24 vursun. 3 72. Cevap 72. C variantı. Keçək 27. suala. Aşağıdakı ABC sualını B ve C'de təməllərdir. Yəni B, Y bunlardır. Təməlini göstərib nöqtə qoyub. Və C'de bunu deyir. Təməllərdən xəq qoyub. Təməllər bucağı yarıya bölür. Yəni deməli BDC 120 qeyd aparıb BDC və CBY CBY yəni belə gedir 25 dərəcə veribdir. Məsələn bizdən də buna sorulur. AYB AYB yəni bu hissəni. Biz də alaraq burada 25 veribsə təməlin olduğu üçün bura 25'tir. Qeydə bıraq. Sonra 25, 120 yəni bu 3 bucaqda belə baxsaq. Biz buna tapa bilərik. Yox, belə çox getdim. Bu hissəni tapa bilərik. 120 ilə 25 toplayıram, yəni 145. 180 çıxsam, buralar neçə? 145 çıxsam 35. 35'tir. Mən təmin olduğu üçün bura 35'tir. Sonra bura 120'dir. Bura qonşu bucaqdır belə. 120'dir. Bu hissə yəni bu hissə olacaq 60. Sonra 60 ile 35'i toplasaq edəcək 95. Yəni burada 95 olur. Bu 3 bucaqda yəni. Gördüğünüz bu 3 bucaqda bu hissə 90
Deməli 60 35 95 180 çıxsam qarşı 85. Silin buraları. Deməli bura 85 oldu. 85 ilə də bu sual şəhəsi qonşudur. Yəni cəm 180 olmalıdır. 180-dən 85 çıxsam bura 95 olar. Yəni sual şəhəsi 95 dərəcə. Cavab D variantı. %28 sualı deyir ki, aşağıda A, B və C çoxluqlar verilmişdir. Buna görə işıqləm hissəyə uyğun gələn çoxluq hansıdır? Şəklə baxsaq burada və qırmızı ilə A çevrəsidir. Göy ilə də B çevrəsidir. C çevrəsini çəkirəm. Gördüyümüz kimi bu orta hissədə belə bütöv yaşılla rəngləyəcəm bura belə bütöv. Bura A ilə C-nin kəsişməsidir bu orta hissə. Çünki rəngli yer A ilə C-nin kəsişməsindədir. Belə rənglədiyim. Belə qara rəngli yer A ilə C-nin kəsişməsi hissəsindədir. Bura bütöv. Demək ki, o rəng hissə A ilə C-nin kəsişməsidir. Kəsişmə aşağıya doğru U hərfidir. İndi burada təkcə A ilə C-nin kəsişməsi yoxdur. Həm də qırmızıdan çəkim. Burada yox, göylə, yaşılan çəkək. Həm də burada B çevrəsi var. Çünki bu keçmədə bu B-yə aid olan hissə də var. Ancaq biz oranı götürməməyi çalışırıq. Ona görə nə etməliyik? A və C-nin kəsişməsinin B olmayan hissəsi. Yəni yalnız A və C kəsişmə axtarırıq. O da yalnız A və C kəsişmə axtarırıqsa A ilə C-nin kəsişməsinin B-yə fərqi. Yəni B-də olmayan hissə, B-də olmayan hissəni keçsən buradan silib götürsək elə qara rəngli yalnız A və C-nin kəsişməsi hissəsi. Çünki bura bütöv A ilə C-nin kəsişməsidir. Ancaq B olan hissəsi rənglənməyib. Yəni B-nin çıx deyir. O zaman A-C kəsişmə fərq B olacaq. Yəni cavab D variantı. D variantı. D. 29-cu sual. Verilən bir hədlər standart şəkildə yazın və 7A üstü 9 bir hədləsinə oxşar bir hədlini göstərin deyir. Hamısı sadələşdirək. Burada olacaq 7 A üstü 5 A üstü 1 A üstü 3'tür. Toplasaq 7 A üstü 9 olur. Olsun B. Bura 7 A üstü 8 olur. Yəni əsaslar yanında qüvvətlə vurarkən toplayırıq. Sonra B variantında 4'ü 0'ını 1'e vursak eğir 0'ın 14 olsun. Bu 2, bu 3, burada 1 var görünməyən. Burada 3. 2, 3, 1, 3 cəmi çeyir 9. A üstü 9. Bu D variantında ise 7 vurulsun. A üstü 2 ve yaklaştıraq. Sonra burada görünməyən. Burası sileyim. Buraya yazaq. Burada 14. A üstü 9 idi. Burada 1 var görünməyən. Yani verimlər oranı. 4 var 1 var. 2, 1. Toplayıq qüvvətləri. 4, 1. Neçə? 8. A üstü 8. Yəni 7 vursa A üstü 8 alır. Bunu tapdıq. Bunu belə yazaq. Yuxarıdan biraz. Bu buna aiddir. Yazıq kiçilir. Belə. Bizə nə deyir? 7 A üstü 9 bir hədləsinə oxşar bir hədlini göstərin. Və buradan gördüyümüz kimi ancaq oxşar bir hədlər nə oldu? B variantı oldu. Cavab B. Niyə? Oxşar hədli oldu ki dəyişən hissəsi eyni olsun. Bax 7 A üstü 9 0.4 A üstü 9. Yəni bizə o A üstü 9'lar lazım. Bunlar oxşar hədli. Bunun əsas hissələri fərqli ola bilər. Yəni 7 dənə A üstü 9'dur. Burada da B variantında da 0.4 dənə A üstü 9 oldu. Yəni eyni bir hədlidir. Oxşardır. Cavab B variantı. İkisi indi 30'a.
bərabərsizliyin tam həllərini sayını tapın. Çarpaz vuraq. 4 2-yə belə. 2-yə 4-ə vurub yuxarıdan yazaq. 8 böyükdür. Bunu da 1-ə vursaq. Modulda elə 3 çıxısı x alınacaq. Çünki bu modul ifadəni 1-ə vursaq elə eyni şey olur. Eyni 3 çıxısı x olur. İndi bərabərsizlik tam həllərin sayını tapın. Biz de burada 8 böldüğü 3 çıxısı x yazacaq. Bunu burada bir dəfə mənfisi də bura, yəni bunu açıb yazacaq. Məsələn 3 çıxısı x modulun içərisi müsbət də ola bilər, mənfi də ola bilər. Əvvəlcə müsbət kimi götürürük. Yəni 3 çıxısı x müsbət kimi deyəndə, yəni olduğu kimi saxlayırıq. 8-dən baxırıq. X-i bərabərsizliyi bir tərəfə keçsək, mənim x-i də olacaq. Müsbət x böyükdür. 8 bir də keçəcək. 3 çıxırsın 8-dən. Yəni x böyükdür. Mənim 5-dən olacaq. Bu birinci həllimiz. İkinci dəfə də mənim 8-ə bərabər edəcək və işarəmiz də əksinə dəyişəcək. Yəni belə durur. Belə yazacaq. Yazıram bax. İkinci tənli həlimiz belə olacaq. 8 kiçikdir. Yox. 8-dən yəni müsbət 8 idi və indi mənfi 8 kiçikdir. Yəni olduğun içərisi mənfi ola bilər. Nədən? 3 çıxızın x-dən. Buradan da mənfi x-i bu tərəfə keçsəm olacaq. X kiçikdir. Mənim 8 də keçirim bu dəfə müsbət 8 olacaq, yəni 3 8. Bu da x idi, 11-dən olacaq. Deməli x 11-dən kiçik. İndi 2 bərabərsizliyimizi quraq. Deməli x 11-dən kiçikdir. Böyük nədən? Mənim 5-dən belə gördüyümüz kimi. Yəni bunları belə göstərək. Burada da mənfi 5 yazdım. İndi bizə deyir ki, tam həllərin sayını tapın. Tam həllərinin sayını, bəli. Burada x deməli 11-dən kiçik həlləri 10-dan başlayıraq. Mənfi 5-dən böyük, yəni mənfi 4-ə qədər. Və 10 da daxildir, mənfi 4. Hər iki daxil olduğu üçün böyükdən kiçik çıxırıq. Üstə 1 gəldik. Bu da 14, üstə gəlir 1, 15. Yəni 10-dan düz mənfi 4-ə qədər 15 dənə tam həlli olduğunu tapırıq. Əvvəlcə 15 dənə var. Bunu qeyd edirik. İndi bir şey də nəzərə almaq lazımdır. Və 15 dənə oldu. Hələlik belə düşünürük. Burada bir məsələ var. Bizim məxrəcimiz heç vaxt 0 olmaz. Ona görə də x-in məxrəci 0 edən qiymətini götürəlməliyik. Yəni biz aralıq yazmışıq. Aralığı yuxarı qaldırım. Yəni burada. Yəni bu aralığı kəsib götürün. Burada bir aralıq yaratmışdıq. Bax. Bunu kəsib götürək. Getirək bura. Yəni 11-dən kiçik olan və mənim 5-dən böyük olan ədədlərdən biri də 3-dür. Ancaq 3 bu bərabərsizliyimizin məxrəcini 0 etdiyi üçün 3-ü götürə bilməyik. Ona görə 15 dənədən o 3-ü, yəni bir dənəsini çıxırıq. Geri qalır 14 dənəsi. Gördüyüm bir dənə təq bax. Burada nə isənsə səhv etdik biz. Yox, burada səhv tapmamışıq. Yəni 100% cavab 14-dür. Yəni sualda doğru cavab verilməyib. Cavab Y variantı. Y 14. Niyə? Çünki məxrəc 0 olmaz. Yəni 3 çıxılsın 2 fərqli 0 olması lazım. O zaman x də fərqli 3 olur. X-i təbii keçəcək.
Yəni ikisi 3 fərqli olduğu üçün 3'ü götürmüyoruz. 10 ile 4 arası 10 ve 4 dahildir. Ve aralıkta 3 de var. 3 götürmediğimizde 15 yok 14 tane olmuş olur. Bizim həllimiz. Tam həllərin sayı. Cavab 14 yani 100%. Solda səhvlik var. Səhvlik deyəcək yəni. Doğru araya verilmiş. Yəqin ki 15 götürəcək ama 15 değil cavab 14. Şimdi 31. suala. 31. sualda 40%'li 120 litre tuz məhluluna neçə litre su əlavə etmək lazımdır ki 25%'li məhlul alınsın. 40%'li 120 litre tuz məhlulu deyir. Yani bu 120-40%'li duzdur. Əvvəlcə onu axtaraq. 120-40%'li axtarıq. Burada 5, burada 2 kaldı. 5 tane 120 kısacak. 24, 24 2 olsa 48. Yani 48 tane tuz var. Tuz beraberlik 48. İndi ki neçə litre su əlavə etsək 25% məhlul alınır. Biz də 25% məhlul olduğunu necə tapa bilərik tuzun? Yəni tuzu bölürük məhlula. Vuruq 100'e alınır 25% məhlul. Burada məhlulumuz elə su yox. Yəni məhlul demək su plus tuz deməkdir. Yəni yerinə tuz plus su yazıram. Biz tuzu da 48 tapmışıq. Ona görə tuz yazdığım yerlərə 48 yazıram. 48 48. Sudakı 120 çıxıcı 48 alınacaq. Neçə? 72 edəcək. İndi bir də ki, neçə su əlavə edəcək? Suda veya düstur yazdım. Yəni tuz bölünsün məhlul. Yəni su plus tuz deməkdir. Məhlulumuz. Məhlul su plus tuz deməkdir. Yəni su ancaq məxrəcdir deyə biz məxrəcin üzerine x gəlmək. Yəni su artırıramsa duz olduğu üçün qalır surətdə. Duzumuz məhlulumuzu su əlavə etdikdən sonra 25% olsun deyir. Yəni burada məhlulumuz əvvəlcə 120 idi. 48 172 bura yazıram 120. Su əlavə etsəm məxrəcimiz su əlavə edək. 48 də duz idi. Duz tapmışdıq. 48 bölünsün 120 plus əlavə su vurulsun 100% beraber 25%'ni alınsın deyir. İndi burada bu 100 ile bu 25'i kısaysa burada 4 kalır. Burada 1 kalır. Şimdi 120 plus suyu vuracağım. Burada çarpacağım 1'e. Yiyecek 120 plus su beraber de 48 vurulsun 4'e. 48 de 4'e vursak 192'dir. Buradan da suyu tapmaq üçün 192'den çıx 120'ni eğir. Su əvvəli 70. 70 neydi? 72. Cevap 72 C variantı. Keçək 32-ci suala. D şəkildə ki O mərkəzi çevirdə A, B, C və D nöqtələri çevirən üzərindədir. CAD və əldə dərəcə olarsa ABC və sual. CAD'ni verir, bura 50. ABC'nin sonucu ABC yəni. Böyle bizə buranın sonucu X koyuyorum. Burada belə edə bilərik. Bura deməli bizə burada əl dərəcə verir. Bu əl dərəcə bucağımız bura bütün nöqtələr çevir üzərindədir. Beləcə bura daxili bucaqdır. Yəni çevirən iki nöqtəsi. Gördüyümüz kimi bura. Buralar daxili bucaqdır. Daxili bucaq 50-dirsə bu bucağın söykəndiyi qövsdə bu daxili bucaqdan 2 dəfə böyük olur. Yəni
Gördüğünüz bu göz, bu bura yaşıl çəkirəm. Gözün dərəcəsi 100 dərəcədir. 100-dürsə biz də bilirik ki, bax, göylə göstəreyim. Bura bütöv nədir? 180 dərəcə bu hissə. Bura 180-dırsa, o yaşıl hissəni çıxsam 180-dan. Tapacağım, buranı qırmızı edəcəm. Bax, bu hissə, bu qövsün dərəcəsini. Yəni göylə göstərim. AC qövs. AC qövsü 80 dərəcədir. O zaman AC qövsü 80 dərəcədirsə, mən x tapa bilərəm sizin. O AC qövsündə hansı bucağın söykəndiyi qövsdür? B bucağının. Bax, qırmızını seçirəm. B bucağı. Daxili bucaqdır. Daxili bucaqda söykəndiyi qövsün yarısına bərabərdir. Yəni 80 dərəcəsi qövsümüz. O zaman x də olacaq 40 dərəcə. Bu qədər. Cavabımız A variantı. Keçirik 33-ə. 33-də əvvəlcə sürə məxrəci onluq keçidlərdən qurtarmaq lazım. Vericdən sonraki rəqəmləri bərabərləşdirə bilərik. Yəni sürə məxrəci 100-ə vuracağım və ya da 0-a qoyaraq vericdən sonraki rəqəmləri bərabərləşdirirəm. Burada 0 qoydum. Burada bir dənə vericü 2-0 qoydum. Bərabərləşdirdim. Yəni bu cür qaydında istifadə edə bilərsiniz. Vericdən sonraki rəqəmləri bərabərləşdirirsiniz. Hər bir kəsirimiz bölmə deməkdir. Yəni kəsir bölmə deməkdir. Sürə məxrəcini vericüdən sonraki rəqəmlə bərabərləşdirib vericüləri silirik. Vericü silsəm burada qalacaq 0,25. Burada 250, yəni 25 bölünsün 250 qalır. Biliyoruz. Burada da vericü silsəm 101. Burada da 10 qalır. 0,10 10 deməkdir. 101 bölünsün 10. Üstə gəl. Burada da vericü silsəm aşağıda 0,02 yəni 2 qalır. Yuxarıda 1500 silsəm. Yəni yazır 1500. Və yaxud da sürət məxrəci məsələn bura 100-ə vursam onluq keçidən qurtarır deyə sürət məxrəci də elə 100-ə vursam bura 25 gördüyümüz kimi yəni şey olur. Bunu da vursam 100-ə eləcək 250. Buranı da 100-ə vursam 101, 100-ə vursam 10, 100-ə vursam 500, 100-ə vursam 2. Hər iki qayda doğrudur, bərabərdir. 250-dən 25 xüsusə eləyir 10-da 1. Üstə gəl 101 ona bölsək 10 tam 10'da 1 edir. Üstə gəl 1500 bölsək 2'ye 750. Daha toplasaq 750'dən bu 10 tam toplasaq edir 760 tam 10'da 1 üstə 1'e 2. Yani bu da 760 tam 10'da 2 demek. Cevap D variantı. 34'e baxırıq. 34-cü sualda sadələşdirin. Sadələşdirək. Burada 2 kvadratın çıxılması verilib. Yəni A kvadrat çıxsın B kvadratı verib sanki. Bunun açılışı A çıx B müxtərimin düstur olaraq. Bura A plus B'dir. A'nın yerini bu ifadedir, B'nin yerini bu ifade. Yazıram. A çıx B yəni 2x plus 3 A yerinədir. Çıxılsın B. Yəni x çıxılsın 1. Buranın böyük mərkəzi yazacağım indi. Vurulsun. A üstü gəl. Yəni A'mız 2x plus 3'dür. B'miz də üstü gəl B, yəni x çıx 1. Məxrəcdə də x vardır. Üstü gəl 4x yazıram. Bərabərdir. Biz bu əvvəlcə bu mötərizənin içini açaq. Burada mənfi var deyə bu müsbət x'imiz mənfi x olacaq. Bu mənfi 1 ise müsbət, yəni buranı müsbət edim. Bunları silin. Bunları silə bilərik. Açdıq mötərizəni. 2x'dən x'i çıxsam edir. Sürətlə
2. 3'ün üzerine 1 yazsam eğer 4. Burası buranın açılışına baxırıq. 2x'dən x tapırsam eğer 3x üstü gəl 1 ilə 3'dən də bu 1 çıxsaq 2 eğer. Məxəzdə 2x kvadrat üstü gəl 4x. Sonra nə edə bilərik? Vurub açaq. 3x'e vursam 3x kvadratı yox, da etməyək. Yox ki, qaytarım. Uzanmış ola bilər. Biz bu məxrəci sadələşdirək. Bərabərlik surət olduğu üçün lazım. X'i mərkəzi qazacaq çıxarsam 2x vurulsun x plus 4 olacaq məxrəcdə. Bu x kvadratı x vur x deməkdir. Plus 4x yazacaq. X'i mərkəzi qazacaq çıxarsam ne olacaq? X vurulsun x plus 4. Nəsə burada bu x plus 4 bu x plus 4 ixtisar gedir. Qalır surətdə 3x plus 2 məxrəcdə x qalır. Evet, cevabımız var mı? Bəli, var. A variantı. Bunları silim. Bu yuxarı qalırım. Görəsik ki, A variantına uyğun gəl. 3x plus 2 bölü x yəni A variantı. Keçək 35-ci suala. 35-də qüvvəti yüksəltmədir. Bunu əvvəlcə sadələşdirək. 20 üstü 4'ü 2 üstü 4 olsun 10 üstü 4 kimi yazacağım. Burası 10 üstü 2. Məxrəcdə 5 üstü 3 vursun 2. Belə. 5 üstü 6. Burası 16'nı da ne eləyək? Bu 16'nı 2 üstü 4 kimi göstərəcək. Bunun üstü 2. 2 üstü 4'ün üstü 2. 2 üstü 8. Şimdi burada bu 10 üstü 4'lər də parçalanmalı olacaq. Normal 10 üstü 4, 10 üstü 2 eğer 10 üstü 6. Bunu bütöv silip yerine 10 üstü 6 yazıram. 10 üstü 6 bir parçalaya bilək. 2 üstü 4 olduğu kimi yazıram. Vurulsun 10 üstü 6 da 2 üstü 5. Yox. 2 üstü 6 vurulsun 5 üstü 6 kimi yaza bilərik. Qüvvətlər eyni olan fərqli əsaslar. 5 üstü 6 vurulsun 2 üstü 8. Şimdi bu 2 üstü 4'den de bu 2 üstü 6 buranda alınır beraberdir. 2 üstü 10 4'ün 6 olacaq. Məxrəcdə də 5 üstü 6 yox, bir de burada 5 üstü 6 var, vuruq 5 üstü 6. Burada 2 üstü 8'dir. 5 üstü 6'lar ixtisar gedir. 2 üstü 10 bölünsün 2 üstü 8 qalır. Böləndə də qüvvətlər çıxırıq. 10'dan 8 çıxsaq surətdə 2 üstü çıxar, orada bərabər 4. Cavabımız yəni B variantı. 36-cı suala baxırıq. Tənliyini həll edin. Həll edək. Kəsir xətti ilə bölək. Onda daha yaxşı olar. 2 sığızın 3 bölünsün 6 və ya da tənasübdür burada. Ortadan hasili kənardan hasilə bərabərdir. Yəni bunu 4'e vuram. 4 vurulsun 2 sığızın 3 bərabərdir. Ortadan nədir? 6 ilə x plus 1. 6 x plus 1'e vururuq. Burada 4 ilə 6 x'e çevirir. 3 qalır 2. Şimdi 2'ni vuram 2x'e. 4 2 ve 2'ni vuram 3'e çıxırsın 6. Beraberlikle 3 vurulsun x eğer 3 2 3 vurulsun 1 eğer üstüce 3. 3 2'si bu tarafa geçirsem olacak. 4 2 çıxırsın 3 2 beraberlikle mənfi altını tökəcəm müsbət eğer
Yəni 3 üstə gəl 6 edir. X bərabər 9. Cavabımız yəni B variantı. 37-ci suala baxırıq. 19-a 9 kəsirinin surə və məğrəzindən hansı eyni ədəd çıxmaq lazımdır ki, 0-dan 4-ə 3 hansı? Yəni bizə deyir ki, 19-a 9-un surə məğrəzi eyni ədəd çıxır. Nədir bilmirik. Ona görə x çıxırıq. Bərabər deyir 4-ə 3 olsun. Yəni 9-da 3 deməkdir. Bu da 9'da 3'ü x'e ise 3'te 1 kalır. Şimdi 19 sık x'i 1'e vuracağım çarpaz. Ortadan silirəm. Yani 3'te 1'e beraber bir başa 9'da 3'ü 3'te 1 göster. Şimdi çarpaz vuram. 19 sık x'i 1'e vursam el 19 sık x olur. Beraberli 9 sık x'i 3'e vursam 3 9'u vuran 27 çıkılsın. 3 vur x yani 3x. 3x'i geçsem bu tarafa olacaq müsbət 3x yəni mənfi x üstə 3x olur. Bərabərdir 19 bu tarafa geçsem 27 çıxır 19 alınır. Mənfi x 3x toplasam müsbət 2x bərabərdir 20'den 19 çıxsam 27'den 19 çıxsam 58 x ilə bərabər 8 bölsəm 4. Yəni x bərabər 4 cavabımız C variantı. 38-ci suala baxırıq. Tənliyi həll edin yenə. Əvvəlcə bura vurub açmalıyıq. 3x çıxılsın. 4-lə 1'i 4x-ə vursam x çəkir. Qalır 1x. İndi mənfi 4-lə 1 mənfi 2 vursam müsbət alınacaq. Yəni biliyoruz. 4-lə 2x çəkirsə 2'də 1 var. 2'də 1. Bərabərdir 9'dan 2'də 1'e. Yəni bunu 9'dan 2'də 1'dən 2'də 1 çıxsaq qalar 9 3x'dən də bu x çıxsaq burada qalar 2x 2x 9 da x bərabər 4 onunla 5 cavab A variantı. 39'a baxaq. Yan səthin sahəsi 22 kvadrat olan kubun tam səthin sahəsini tapın. Kubun yan səthin sahəsi 4 tane yan səthi var. 4'ü bərabərdir. Yəni 4A kvadratdır. Bərabər 22 isə A kvadratla bərabərdir. 22 bölünsün 4 deyəcək 5 onunla 5. Yəni bir üzün sahəsi 5 onunla 5'dir. Tam səthin sahəsini açır. Tam sətdə 600'ü var. 6'sı indi yəni 6A kvadratı. 6 vurulsun 5 onunla 5 oluyor 33. Cevap C variantı. 40'a baxırıq. 40'da əvəz etmədən istifadə edəsi və A bölünsün B bərabərdir. 1'dən 5'li 1'i düzgün olmaya kəsirsək 5'də 6 edir. Yəni A 6K'dır. B də 5K. Bunu getirib yenə qoyuruq. Bərabərdir. Aslında bunun yerinə A'nın yerinə 6K qoyacağım belə. A 6K'dır. Burada. Üstə gəl B. Yəni 5K. Aşağıda 6K çıx 5K. Deyəcək 11K surətdə məxəzdə 1K. K-la K xısacır. İxtisar edək K-ları. Qalacaq əvvəl 11. Cavab 11 D variantı. 40'a qədər izahımız bu qədər. Növbəti 41-60'a qədər izahı da növbəti videoda paylaşacağım. Hərlik bu qədər. Yenə də abunə olmağı və yaymayı unutmayın. Abunə olun ki videolardan anca paylaşdığımızda xəbərdar olasınız. Telegram və WhatsApp qrupu linkimlə paylaşacağım. Bu videonun da digər bir olan şərtlər bölməsində var. Tıklayaraq qoşula bilərsiniz. Qoşulun ki oradaki sualları paylaşan lisə bilgimizdə qəbul edəcək suallarla həmçinin rəhbər müsabiqəsinə düşəcək suallar, yəni oxşar suallarla
tanış olaraq, işləyərək, həm izahları dinləyərək yüksək nəticə yığasınız. Sağ olun, təşəkkür edirəm.